Bu xəbəri oxuyacağam. Ülviyə Namazova deyəcək ki, yox Sara xanım Səfura bilərəkdən bu xəbəri oxuyub, yox, xəbər yayımlanıb. Deyirsən ki, evimin təmirinə 100.000 pul qoymuşam. 100.000. Ay Ülviyə xanım, arada bir ətrafa da bax, bir o puldan ətrafdakilərə də ver. Belə danışırsan 100.000, 100.000. İnanıram 100.000-ə evi təmir etdirmisən. Arada düşün ki, ətrafında sənə doğma olanlar, sənin əlindən tutanlar olub. O 100.000-in üstündən bir 1000, 2000 götür, onlara da ver. Qoy onlar da evlərin təmir etsinlər. Onlar da hansısa problemini həll etsinlər. Bilmirəm, bizim bu müğənnilər belə niyə görə belə özləri haqqında belə yüksək fikirlər danışırlar və maraqlıdır da. Bu 100.000 az pul deyil də. Bu 100.000 bilmirəm. Deyir, evimin təmirinə 100.000 manat xərcləmişəm. Az yəni, heç kim təmiri məhv etməyi bacarmaz. Həmin sənətçi ilə aramızda bir mərtəbə fərq var. Alt üst qalmırıq. Yəqin ki, hansısa bir sənətçi ilə də qonşudur, onu deyir. Amma yenə də deyirəm, Ülviyə Namazova, əzizim, arada o pullardan belə deyirsən, belə pullarım var, xərcləyirəm, çoxlu. Onlardan yenə də deyirəm, arada o yaxınların, doğmaların var. Onlara da o diqqətdən göstər. Çünki həmişə onlar sənin əlindən tutub. Və Şəbnəm həkimimlə danışıram. Burada əlaqə nömrə göstərilib. Şəbnəm həkim, qizimitoloqdur. Mən çox xahiş edirəm, ona müraciət edin. Mənim çox sevdiyim, hörmət etdiyim həkim qizimitoloq Şəbnəm xanım. Əlaqə nömrəsini burada görürsünüz. Gözəlləşmək istəyən, üzlərini, simalarını gözəlləşdirmək istəyən məhz Şəbnəm xanıma müraciət etsin.